Əziz valideynlər, əziz müəllimlər, əziz şagirdlər, xoş gördük. Hər birinizin növbəti video dərsimizdə söz verdiyim kimi videonun davamı ilə qarşınızdayım. Əgər ilk dəfə bu video sizin qarşınıza çıxıbsa, bildirmək istəyirəm ki, ilk 20 sualın izahı səhifəmizdə var. Səhifəmizə daxil olaraq ilk 20 sualı da izləyə bilərsiniz. Linkini isə videonun aşağısında məlumat hissəsində yerləşdirəcəm. Gördüyünüz sualları PDF şəklində əldə etmək istəsəz, bunun üçün də Telegram səhifəmizin linkini videonun aşağısında məlumat hissəsində yerləşdirəcəm. Telegram səhifəmizə də daxil olaraq PDF-ləri əldə edə bilərsiniz. Başlayırıq 21-ci sualın izahı ilə. Qorxaq sözünün antonimləri hansı cərc edilir? Qorxaq nə deməkdir dostlar? Düşünün görək, necə deməkdir qorxaq? İgid mərd deməkdir. Amma biz nəyini axtarırıq qorxaq sözünün antonimini? Antonim nə idi? Əks mənalısı. Qorxağın əksi igid və mərd olar. Niyə də olmasın ki? Qıvraq çevik olmaz, əzgin hası olmaz, qoçaq cəld olmaz. Cavab A variantı. İgidliyin, mərdliyin əksi qorxaqlıqdır. Yaxın mənalı fiillərin birləşməsindən yaranan mürəkkəb fiil hansıdır? Küsüb barışmaq əks mənalıdır. Deyib gülmək olmaz. Oturub durmaq əks mənalıdır. Atılıb düşmək əks mənalıdır, amma deyə bilər ki, deyib gülmək yaxın mənalı götürülə bilər müəyyən qədər. Davam edək. Düzdür, deyib gülmək eyni anlayış deyil, amma yaxın mənalı sözlərdə birbaşa sinonimlik götürülməyə bilir. Müəyyən qədər yaxın məna, onlar yaxın mənalı götürməyə kifayət edir. Yəni əks mənalı olmasın. Verilmiş sözlərin sinonimlərinin qarşısında yazın. Dostlar, yeni, təzə deyə bilərik də, düzdür, təzə. Zaman, çox çirkin yazdım, bəlkə yazmayayım, yer balacadır deyə keçək. Yeni, təzə. Zaman, vaxt. Qaçmaq, yürümək. Sürətlə, məsələn, sürətlə, iti addımlarla cəld ola bilər. Sonra bəyaz, ağ. Biri mürəkkəb ad deyil. Dostlar, Koroğlu, Əli Səmədov, Araz çayı mürəkkəb addır. Üzr istəyirəm, Gəncə şəhəri, Əli Səmədov, Araz çayı mürəkkəb addır. Amma Koroğlu mürəkkəb ad deyil, xüsusi isimdir. Mürəkkəb sözdür, amma mürəkkəb ad deyil. Mürəkkəb ad söz birləşməsi şəklində verilməlidir və tərkibində xüsusi isimlər olur. Hansı bənddə ölçü vahidinin qısa yazılışı yanlışdır? Kiloqram. Burada iki səhv qeyd oluna bilər. Baxın, millimetr sözü m yazılır. 2 dənə m yazılır. Qram sözü isə təkcə q yazılır. Ona görə hər ikisi yanlışdır. Rəssamlığa aid termindir. Rəssamlığa portret təbii ki, homonim diaqramcıda olmaz. Xəbər sözünün termin kimi işləndiyi cümləni seçin. Məktəbdə məktəbə komissiyanın gəldiyi xəbərini eşitdik. Buradakı xəbər məlumat vermək mənasındadır. Termin deyil. Onun Türkiyədən geri qayıtdığını əslində xəbər aldıq, məlumat aldıq. Olmaz, termin deyil. Səndən xəbər tutmamış heç yerə getməyəcəm. Xəbər almaq yenə də məlumat almaq mənasında termin deyil. Xəbər cümlənin əsasıdır. Bax, bu termindir artıq. Hansı cümlədə termin yoxdur? Müəllim tənliyin həlli qaydasını izah etdi. Ola bilər. Biz Azərbaycan himnini oxuduq. Mən ədəd oxunu tam başa düşmədim. Adil balaca qardaşın gəzməyə apardı. Bax, burada heç bir termin yoxdur. Digərlərində isə terminlər işlənib. Hansı cümlədə mürəkkəb ad var? O bizə əsgərlik xatirələrindən danışdı. Yoxdur. Doğrusu bizim vaxtımız çox azdır. Yoxdur. Şəhərə gedən avtobus yola düşdü. Yoxdur. İlyas Əfəndiyevin əsərləri çox gözəldir. İlyas Əfəndiyev mürəkkəb addır. Hansılar mürəkkəb ad deyil? 20 yanvar mürəkkəb ad deyil. Möhkəm divarlar mürəkkəb ad deyil. Müəllifin fikri mürəkkəb ad deyil. Füzuli meydanı mürəkkəb addır. Cavab 2 və 3. 2 və 3 hardadır? Bax, burada D variantı. Möhkəm divarlar müəllifin fikri mürəkkəb ad deyil. Davam edək dostlar. Növbəti sualların izahı ilə sözlərin qarşısına sual əvəzcikləri yazın. Geniş, necə? Geniş qarşısında bax yazacaqsınız necə? Oxudu. Mən bunu silirəm, yəni qeyd edəcəm. Oxudu, nə etdi? Müəllim, kim? Bax, qarşısına yazacaqsınız. Kim? Dünən, nə vaxt? Nə zaman? Dünən. Şəklində ola bilər. Səliqəsiz yazır, ona görə silirəm.
Davam edək. Terminləri seçin. Düzbucaqlı termindir. Dəniz termin deyil, dipçək termin deyil, antonim termin deyil. Güzel bizdən. Məktub termin deyil, aplikasiya termindir, portret termindir, dərə termin deyil. Davam edək. Yanlış qısaltmanı seçin. Sentiner, s-dır, metr, m-dır, kilometr, ç-mıdır, kiloqramdır daha doğrusu burada. Ç-q yazılmalıydı. Millilitr, mılı. Cavab C variantı. Kilogram ç-q yazılmalıdır. Burada kilometr göstərib. Hansı sözlərin yalnız qrammatik mənası var? Yalnız qrammatik mənası onlar köməkçi nitq hissələridir. Dolab isimdir, olmaz. Ancaq köməkçi nitq hissəsidir və köməkçi nitq hissəsi kitab isimdir. 2, 3 hardadır? B variantında. O sözlərin yalnız qrammatik mənası var ki, onlar köməkçi nitq hissələridir. Yəni qoşma, bağlayıcı, ədad, modal sözlər nida. Hansı sıradakı sözlər heç bir suala cavab vermir? Suala cavab verməmək nəyə aiddir? Köməkçi nitq hissələrinə aiddir. Ancaq, lakin isə köməkçi nitq hissələrdir, bağlayıcılardır. Təbii ki, onlar suala cavab vermir. Amma yerdə qalan bütün əsas nitq hissələri suala cavab verir. 36. Yaxın mənalı feillər hansı sıradadır? Qaçdı, yuyurdu, yaxın mənalıdır. Apardı, gətirdi, örtdü, açdı, qurdu, dağıtdı. Cavab A variantı. Qaçıb yürümək yaxın mənalı feildir. Birini antonim deyil, hesab etmək olmaz. Duzlu, şit, ağıllı, dəli, həqiqi, saxta, dadlı, dadsız. Demişik ki, eyni kökdür. Kökləri eyni olanda, şəkilçi vasitəsilə əks mənalılıq yarananda biz onu antonim götürə bilmirik. Çünki qaydalar bunu belə deyir. Özümüzdən demirik biz bunu. Cümlədəki hansı söz məcazi mənadadır? Qızıl payız yarpaqlarını tökdü. Təbii ki, burada qızıl payız dediyimiz zaman qızıl sözü məcazi mənada işlənmişdir. Öz həqiqiliyindən uzaqlaşıb. Yəni orada artıq qızıl mənasında deyil. Davam edək. Verilmiş cümlədə fərqləndirilmiş sözlərin nitq hissəsini müəyyən edin. Leyla balığı tutdu. Buradakı tutmaq feildir. Ramil tut yedi. Burada tut isimdir. Cavab C variantı. Hansı feil şəxsə və zamana görə dəyişmir? Getmək, qaçacaq, görəndə gülmək. Deməli, burada dəyişməyən görəndə sözü olacaq. Mən görəndə, sən görəndə, o görəndə, biz görəndə, siz görəndə, onlar görəndə. Amma yanaşı olaraq onu da deyək ki, dostlar, burada əslində sualda bir qədər sualın məqsədi dəyişməlidir. Dəyişmir yox. Bir dəqiqə. Aha, qələm götürüm. Dəyişmir yerinə dəyişir demək daha doğru olar. Niyə? Çünki getmək, görəndə gülmək sözü hər üçü şəxsə və zamana görə dəyişmir. Amma qaçacaq sözü zaman şəkilçisi var tərkibində. Şəxsə və zamana görə dəyişib. Onun görə dəyişmir yox, dəyişir demək daha doğru olar. Biri mürəkkəb addır. Amerika, vətən sevgisi, təhlükəli davranış. Burada uşaqlar adətən harda çaşırlar? Xüsusi isimlər götürürlər. Amma Amerika söz birləşməsi şəklində verilmədiyi üçün, tək olduğu üçün biz onu mürəkkəb ad götürə bilmirik. Amma Hind okeanını götürə bilərsiniz. Vətən sevgisi isə tərkibində xüsusi isim yoxdur. Təhlükəli davranış sadəcə söz birləşməsidir. Biri mürəkkəb sözdür. Bax, mürəkkəb söz. Daha gedib Kəpəz dağını götürmür. O mürəkkəb addır. Xalq şairi, nənəmin fincanı söz birləşməsində mürəkkəb söz olan qızılgüldür. Mürəkkəb sözlər defislə və birləşik yazıla bilir. Bəzən də ayrı yazılır. Məsələn, saylar 111. Biri antonim hesab tərkibi deyirik onlara daha çox. Sonra, biri antonim hesab edilə bilməz. Niyə hesab edilə bilməz? Gəlin, bax, burada görsünüz şəkilçi. Eyni kök, amma şəkilçi. Səliqəli, səliqəsiz. Adamın gözünə batır ki, mən burada cavabam. Məni gör, xahiş edirəm, məni gör. Görmək lazımdır. Şor, şit. Şor duzlu deməkdir, şit duzsuz deməkdir. Dərin dayaz, əks mənalı, dost düşmən əks mənalıdır. Amma səliqəli, səliqəsiz eyni kökdür. Səliqə sözü də hər ikisində kök. Şəkilçinin köməyi ilə əks məna yaratdığı üçün antonim hesab edilə bilməz. Mən demirəm bunu, qaydalar deyir. Hansı sözün antonimi ola bilməz? Hansı sözün antonimi? Qlobus sözünün antonimi yoxdur, dostlar. İçəridə, çöldə, qəmli, kədərli deməkdə, sevincli, ağlamaq, gülmək, digərlərinin var. Davam edək 45-ci sualla.
Ümid edirəm ki, dərsimiz sizin üçün maraqlıdır. Siz də bu cür dərslərin çox olmağını istəyirsiniz. Dərslərimizi izləmək sizə zövq verir, sizə çoxlu məlumatlar qazandırır. Maraqlıdır sizin üçün. Onda nə edirsiniz? Kanala abunə olursunuz, videonu bəyənirsiniz və dostlarınızla paylaşırsınız, dostlar. Qohum əqrabalarla. Yaxşı? Davam edək. Bir dəqiqə. Həqiqətən o oxumağı sevən uşaqları görəndə mən çox sevinirəm. Bəzən mənə də yazırlar, öz sinifimdə də var. Görürsən, uşaq oxumaq istəyir, o sevgi var onda. Oxumaq sevgisi bir uşaqda ən önəmli dəyərdir. Artıq o sevgini tapıbsa, o oxumağı sevirsə, o kitab oxumağı sevirsə, onun qarşısında heç nə dura bilməz. O artıq özünə bir yol tapacaq, oxuyacaq, öyrənəcək, həyatda özünə bir yer tapacaq. Bu çox önəmlidir. Bu gün siz buradasınızsa, bu videonu diqqətlə izləyirsinizsə, bilmədiklərinizi öyrənməyə çalışırsınızsa, bu çox qiymətlidir. Deməli, sizdə o oxumaq, öyrənmək sevgisi var. Sizi bu sevgi, necə deyim, bu ekrana bağlayıb. Başqa nəyəsə yox, sırf dərsə baxırsınızsa, bu çox önəmlidir. Mən sizin bu fəaliyyətinizi yüksək qiymətləndirirəm. Afərin sizə. Bir də davam edeyim. 45-ci sual. Anamın duaları qəbul oldu cümləsində feili hansı ilə əvəz edə bilərik? Çatdı, yerinə yetdi, eşidildi, arzusuna çatdı. Anamın duaları yerinə yetdi demək olar da, düzdürmü? Çatdı demək doğru deyil. Tam birbaşa eşidildi də yox. Əslində körtəbii surətdə götürsək hamısını yerinə qoymaq olar. Amma birbaşa məna uyğunluğuna görə anamın duaları qəbul oldu, yerinə yetdi demək belə deyək, leksik baxımdan, necə deyim, məna baxımından daha uyğundur. Hansı feil əks mənalı sözlərdən ibarətdir? Feil axtarıq biz. Yaxşı, gedib sifət falan götürməyək, diqqətli olaq. Qəmlənmək, kədərlənmək əks mənalı. Qəm, kədər yaxın mənalıdır. Qayıtmaq, geriyə dönmək, yazmaq, pozmaq. Bax, yazıb pozmaq. Biri yazmaqdır, biri pozmaqdır. Əks mənalı sözlərdən ibarətdir. Feildimi? Bəli. Yazıb pozmaq. Mürəkkəb feil ola bilər. Davam edək. Biri yaxın mənalı ifadə deyil. Bir göz qırpımında dərhal gözü kəlləsinə çıxmaq, təəccüblənmək, dünyadan köçmək, dünyaya göz açmaq, ürəyə düşmək, qorxmaq. Dünyadan köçmək, dünyaya göz açmaq deyil. Bu bir-birinin əks mənalılıq yaradır. Dünyadan köçmək həyatını itirmək, ölmək mənasındadırsa, dünyaya göz açmaq doğulmaq mənasındadır. Yəni bir-biri ilə birbaşa əks mənalılıq yaradır. Harada, nə, necə, nə edirdi suallarına cavab verən cümlə. Harada, səhrada. Nə, dəvə, necə, vüqarla, nə edirdi, irəliləyir. Cavab C variantı. O ilk sözü axtarın. Harada kosmik, harada İstanbuldakı təmizliyə olmur. Görürsünüz, harada kənddə olur. Nə adamlar demək olmaz. Artıq adamlara kim sualını vermək lazımdır. Ona görə də cavabımız olacaq C variantı. 47-yə baxırıq. Yazıq sözdən yaxın mənalı sözlər göstər. Yazıq, bizdən deməli, yazığıq. Az oxuyaq, yazığıq. Deyirlər, yazıq səni istəməyənlər olsun, yazıq düşmənin olsun. Bəs yazıq nə deməkdir? Necə deməkdir? Nə deməkdir bu yazıq sözü çox işlətdiyimiz? Təntənəlidir, zavallıdır, qorxuludur, bədbəxtdir, arxayındır, kobuddur. Nədir bu? Yazıq dostlar, zavallı deməkdir. Yəni, başqalarının, necə deyək, bədbəxt adam deməkdir. 2-4. Yəni, ona görə deyirlər ki, yazıq səni istəməyənlər olsun, yazıq düşmənin olsun, yəni bədbəxt olan, zavallı duruma düşən insan mənasında işlədilir. Allah heç kimi yazıq eləməsin. Hansı variantda məcaz işlənmişdir? Məcaz axtar. Küskün səma, mehriban uşaq, gümrah insan, hündür ağac, hamısı olur bircə A variantında ki, küskün səma, səma yəni insana necə küssün? Küssə necə barışarıq ondan? Məcazdır. Məcazi mənada işlədilmiş ifadə kimi başa düşə bilərik bunu. 49-a baxırıq dostlar. Cümlədəki mübaliğəli ifadələrin altına xətt çəkin. Atamın yolunu 1000 ildir gözləyirəm. 1000 il. İnsan 1000 il yaşaya bilmir axı. Müəllimin sözləri ox kimi ürəyimə sancıldı. Ox kimi. Müəllim ox atmır, söz deyir. Söz necə ürəyə ox kimi sancıla bilər? Mənim arxamda dağ kimi atam dayanıb. Ata insandır, dağ deyil. Sadəcə olaraq burada nə var? Mübaliğə var. Hansılar bir-biri ilə sinonim deyil? Durmaq, ayağa qalxmaq,
şən, qəmgin, oturmaq, əyləşmək, unutmaq, yaddan çıxarmaq. Deməli, biz burada götürə bilərik D variantını. Niyə? Çünki biri frazoloji birləşmədir, məcazi mənalı birləşmədir. Biri isə deyil. Ona görə biz deyirik ki, unutmaq, yaddan çıxarmaq. Yəni frazoloji birləşmənin qarşılığı da sinonimi də, homonimi də, antonimi də frazoloji birləşmə olmalıdır. Cavab D variantı. Hansı cümlədə sual əvəzliyi işlənib? Kimsə deyir müəllimə, homonim keçilirmi? Yəni frazoloji birləşmə 4-cü sinif dərsliyinə daxildir. Bəli, daxildir. Keçilir. Mükəmməl formada keçirilməsə də bu anlayışlar dərslikdə var və qeyd olunur ki, frazoloji birləşmələr sinonimləri frazoloji birləşmə olmalıdır. Yəni səthi formada, tanışlıq formasına keçilir. Bu anlayışlar dərslikdə var. Yəni dərslikdən kənar heç nə yoxdur burada. Hansı? Çünki dərslikdə olan mövzulardan verilmiş tapşırıqlarda işləyir. Onlar üzərində qurulmuş suallardır. Hansı cümlədə sual əvəzliyi işlənib? O sənin kimi rəqs edə bilər. Bəs yolda onu görmədin. Biz niyə qazana bilmədik? Bu onun kitabıdır. Burada baxın, niyə sözü sual əvəzliyidir. Ona görə cavab olacaq B variantı. Kimini görənlər, cümlənin diqqətli oxunması, kimini görən kimi qaçıb onu sual əvəzi götürmək lazım deyil. Kimi təkcə sual əvəzi kimi işlənmir. Qeyri-müəyyən əvəzi kimi işlənə bilər. Sonra qoşma kimi də işlənə bilər. Ona görə də kimini görən kimi onun üstünə qaçmaq lazım deyil. Əvvəl cümləni oxumaq lazımdır. Sonra 52-ci sonuncu testə baxaq. Bir video daha olacaq. Bizi izləyin, davamı olacaq. Yaxın mənalı sifətlər tapın. Kiçik, balaca, yaxın mənalıdır, özü də sifətdir. Dar, geniş, əks mənalıdır. Gözlü, çeynək isimdir. Yazmaq, pozmaq feildir. Cavab A variantdır. Belə. Burada saxlayırıq dostlar. Videonun davamı olacaq. Siz də neyinirsiniz? Videonu bəyənirsiniz, dostlarınızla paylaşırsınız, qohumlarınızla paylaşırsınız ki, qoy onlar da öyrənsinlər, bilsinlər. Belə videolardan xəbərdar olsunlar. Bir-iki paylaşdıqda çoxalır. Sizinlə mən idim. İncəgül müəllimə İsmailova, ibtidai sinif müəllimi. Gələn dərslərdə görüşmək diləyilə hər birinizə uğurlar arzu edirəm dostlar. Sağ olun.